Salam dəyərli şagirdlər və MİQA sertifikasiyaya hazırlaşan dəyərli üzvlər. Gəlin belə bir 4-cü qrupun 2025 qəbuluna düşən ətraflı yazılı izah tələb edilən tapşırıqlara baxaq. Məsələdə deyilir ki, qapalı qabda CH3CO natrium və natrium OH qarışığını qızdırdıqda baş verən reaksiya zamanı maddələrin kütlələri zamanın asılı olaraq qrafikdə göstərildiyi kimi dəyişir. Deməli biz nə etməliyik? CH3CO natrium ilə natrium OH-ın reaksiyasını yazırıq. Buradan alınır CH4 minus natrium 2 CO3. Qrafikdə reaksiya daxil olan və alınan maddələrin kütlələri verilmişdir. Biz bu qrafik əyriləri ki verilib. Görək bunlar hansı maddələrə məxsusdur? Gəlin ilk öncə bunları tapaq. Reaksiya məhsullarından birinin əyrisi budur, birinin də əyrisi baxın budur. İndi bunlardan biri CH4, biri də natrium 2 CO3'dür. Biz də bilirik ki, natrium 2 CO3'ün kütləsi CH4'ün kütləsindən çoxdur. Ona görə bu olacaq natrium 2 CO3, bu da olacaq CH4. Bunlardan biri isə CH3CO natriumdur, biri də natrium OH-dır. Azalan çünki həmişə reaksiya daxil olan maddələr olurdu. Və hər ikisindən də başlanğıc eyni qədərdir. Yəni hər ikisindən B qram qədər götürülmüşdür. CH3CO natriumun kütləsi natrium OH-ın kütləsindən çoxdur. Biz bunların kütlələrini bərabərləşdirəndə sizcə hansından artıq qalır? Təbii ki də natrium OH-dan. Çünki mən hər ikisinin kütləsini ən çox olanın kütləsinə gətirəndə CH3CO natrium hamısı sərf olunur, tam sərf olunur. Amma natrium OH-dan artıq qalır. Deməli bu T oxuna düşən CH3CO natriumdur. Amma burada havada qalan natrium OH-dır. Gəlin indi biz CH4-ün kütləsindən istifadə edərək digər maddələrin kütləsini tapaq. CH4-ün kütləsini qrafikdə verilib 3,2. Öz kütləsi 16-dır. Natrium 2 CO3-ün kütləsini, yəni C-ni tapmaq üçün üzərindən x6-dan yazıram 106. 3,2 x-dırsa 16-ya 106. X da buradan bərabərdir 21,2. Yəni C-nin qiymətini tapdım ki 21,2 edir. Daha sonra yenə CH4-ün kütləsindən istifadə edərək B-ni və A-nı tapmalıyam. B-ni necə taparam? CH3CO natriumun kütləsindən istifadə edərək tapacağam. CH3CO natrium üzərinə X yazıram, altından isə öz kütləsi. Bu da bizə verir 82. Yazıram ki X-a 3,2-dirsə 82, 16. X buradan bərabərdir neçəyə? 16,4'ə. Deməli, B-nin qiyməti də nəyə bərabərdir? 16,4'ə. Çünki CH3CO natriumdan nə qədər götürülübsə, onun hamısı sərf olunur. 16,4 qram götürülüb, 16,4'ün hamısı reaksiyaya girib. Deməli, B-nin qiyməti 16,4'dür. İndi biz tapağın. Bəs natrium OH-dan nə qədər girib, nə qədər artıq qalıb? Yenə yazıram 3,2 x-dırsa 16'ya 40. X da buradan bərabərdir 8'ə. Natrium OH-dan da 16,4 götürülüb, amma 8'i girib. Onda A-nın qiymətini tapmaq üçün, yəni artıq qalan maddənin kütləsini tapmaq üçün nə edərəm? Başlanğıcdan çıxaram sərf olunanı, yəni 16,4'dən 8'i çıxaram. O da bizə verəcək 8,4. Deməli, A-nın da qiymətini tapdım ki 8,4'dür. Deməli, A-nın qiyməti 8,4, B-nin qiyməti 16,4, C-nin qiyməti 21,2-dir. 58-ci sualımızın hər üçünə cavabını tapmış olduq. Daha sonra bizə deyirdi ki, əvvəldə reaksiya başa çatdıqdan sonra qabda qalan bərk qalıq üzərinə. Biz də bilirik ki, qabda hansı bərk qalıqlar qalmışdı? Bir natrium 2 CO3 əmələ gəlmişdi. Bir də natrium OH-dan artıq qalmışdı. Yadınıza gəlir. Biz dedik ki, bayaqları natrium OH-dan nə qədər artıq qaldı? Aşağıda dedik ki 8,4 artıq qalır. Demək ki, reaksiya başa çatdıqdan sonra bərk qalığımız natrium OH-dır, bir də natrium 2 CO3-dür. Bunun üzərinə də, yəni hər iki maddəmizin üzərinə də H-xlor məhlulu əlavə edilir və bu zaman X qazı ayrılır. Qabdakı bərk qalığın tam reaksiyasına isə 122 milli H-xlor məhlulu sərf olunur. Gəlin natrium 2 CO3-ün H-xlorla, bir də natrium OH-ın H-xlorla reaksiyasını yazalım. Deməli, natrium 2 CO3 minus H-xlor alınır natrium xlor minus H2O minus CO2. Natrium OH minus H-xlor alınır natrium xlor minus su. Bizə 59'da deyirdi ki X qazı ayrılıb. X qazı nədir?
CO2 də həmçinin əvvəldə də verilmişdi. Qabdan X qazı ayrılmışdır. Burada da bilirik ki, natrium CO2-nin H-xlorla reaksiyasından alınırdı CO2 qazı. Deməli, buradan qeyd edirəm ki, X CO2-dir. Deyir, neçə litr X qazı ayrılıb buradan. Neyniyərəm? Natrium CO2-nin kütləsini bilirəm. Nə qədər idi? Bayaq tapmışdıq. 21/2 idi. Üzərindən 21/2 altına yazıram 106. CO2 üzərinə X altına yazıram 22/4. 21/2'ye X'dırsa 106'ya 22/4. X da buradan bərabərdir 4,48 litrə. Deməli birincini tapdıq. Və deyir bu qazın alınma reaksiyasının tam iyon tənliyini yazın. Biz də bilirik ki tam iyon tənliyi necə idi? Maddələri iyonlarına ayırırdıq. Yəni hansılar ayrılırdısa onları ayırırdıq. Ayrılmayanlar da olduğu kimi qalırdı. Yəni 2 natrium minus CO3 2 mənfi. Yəni baxın bu yuxarıdakı reaksiyanın tam iyon tənliyini yazırıq. 2 H müsbət deməli bu da ikincinin cavabıdır. Daha sonra 60-cı sualda deyir ki, H-xlor məhlulu reaksiyanın sonunda biz hər iki reaksiyamıza yazmışıq. Deyir neçə mol duz alınıb. Gəlin onda biz baxın buradan alınan natrium xlorun kütləsini tapacağıq. Bir də buradan alınan natrium xlorun kütləsini tapmalıyıq. Yəni hər iki reaksiyadan nə qədər natrium xlor alınır? Deməli buradakını tapanda nə edirəm? 21/2 X yazıram. 106'ya isə 2 mol aşağıdan yazacağım. 21/2'ye X'dırsa 106'ya 2 mol. Buradan tapdıq ki X bərabərdir 0,4 mol natrium xlor. Bu birinci reaksiyadan. Bəs buradan nə qədər alınır ikinci reaksiyadan? Biz də bilirik ki natrium OH nə qədər artıq qalmışdı? Bayaqları dedik. 8,4'dür. Deməli nə edəcəm? 8/4'də X'dırsa 40'a 1. X da bərabərdir 8/4 bölünsün 40. Yəni neçəyə bərabər olacaq? 0,21'ə. Deməli 1 0,4 alındı. Bir də 0,21. 0,4 üstə gəl 0,21. O da bizə verəcək 0,61. Yəni ümumilikdə 0,61 natrium xlor əmələ gəldi. Daha sonra 60'ın ikincisinə deyir ki, H-xlor məhlulunun molyar qatılığını tapın. Ümumiyyətlə molyar qatılığı tapmaq üçün nə etməliyik? Həmin maddənin mol sayını bölməliyik məhlulun həcminə. H-xlorun həcmini də biz baxın bu iki reaksiyadan tapa bilərik. 21/2'ye X'dırsa 106'ya 2 yazıram. X elə buradan nəyə bərabər olacaq? 0,4'ə. Deməli burada 0,4 mol H-xlor reaksiyaya girib. Buradan da taparım. 8/4'də X'dırsa 40'a 1. X da buradan bərabərdir 0,21'ə. Yəni 0,4 0,21 cəmi 0,61 mol H-xlor reaksiya sərf olunur. Bizə əvvəldə demişdi ki 122 milli H-xlor məhlulu sərf olunmuşdur tam reaksiya. 0,122'ni də 122 millini də litrə çevirirəm. Bu da bizə verəcək 5 mol bölünsün litr. İnşallah ki izahlarımı sizə çatdırmış olaram. Növbəti imtahanda bol-bol uğurlar arzu edirəm sizə.